bir dənə ayəni əl və bayraq götürüb cəmaatı narahat eləmə. Qeybi yalnız Allah bilir. Şükür bağır salma. Allah deyib buyurur ki, tilkə ənba'ul qeyb nuhihə eləyik. Bu qeybi xəbərlərdən biraz sənə açaram. Mesela orada dedi, mən yalnız bilirəm. Allah istəyirsin ki, qeybi müstəqil bilən mənəm. Sən bilsən, məndən bilərsən. Deməli, olar bir insan qeybi bilsin. O saat bir nəfərə deyəndə ki, biz o qeybi bilir, müşrik çıxartma falan kəsin. Oturmuşsan, elə müşrik axtarsan. Nə olub axı? Şirkin dairəsini nə qədər böyütmüsən? Bir dənə xırda səhvdə düşür şirk bataqlığına adam. Bax, gör, Quran nə deyir? Quran ailə birbirini tamamlayır. Deyəndə imam qeybi bilir. Oy, Allah, aləm dağıldı. Niyə? Allah Qurana deyir, nə qədər insana qeybi bilir. Mənim qeybi bilənlərim var. Allah Musa anasına qeybdən xəbər vermir. İnna əvhəynə ilə ummi Musa. Biz Musa anasına qeybdən xəbər verdik. Bilir? Bilir də. Ləv tə'ləmunə ilməl yəqin lətərəvunnəl cəhim. Əgər bir həddə çata bilərsiniz siz ki, cəhənnəmi görə bilərsiniz. Bu təkcə qiyamətə aid olsa hamı görür cəhənnəmi. Bu hünərdir ki. Bu ayə dünya içində, dünyadaykən cəhənnəmi görə bilərsiniz. Cəhənnəm nədir? Qeybdir yoxsa yox? Qeybdir. Cəhənnəmi görərsən bu dünyada olarkən. Qeybdir də. Qeyb nəyə deyirsən? İnsan, Quranın məntiqi bundan ibarətdir. Bəs o birisi ayə deyib, yalnız bildim, sən ayəni bu ayə ilə təhlil elə. Bu Quranın üslubudur. Quranın üslubudur. Quran bəzi vaxtlar deyir, yəni istəyirsən ki, mənəm şafi. Düşürsən. Məsələn, Quranda ayə var deyir, huvə əzhəkə və əbkə. Güldürən də mənəm, ağladan da mənəm. Yalnız mənəm bu güldürən və mən ağladan. İndi müxtəlif izahlar verirlər. Yəni istəyirlər, bəzi alimlər deyir ki, yəni nə mənada güldürən də odur, ağladan da odur. Bir izah bundan ibarətdir ki, İnşallah qiyamət günü bəzi o gülənlər var, ələ salanlar var, elə ağlayacaq. O bəzi ağlar gözlər elə güləcək. Elə o dünyada da aiddir ya. Dünyaya da aid. Zalimin də bir günü var, məzlumun da bir günü var. Bugün sən gülürsən, hə? Bir gün sızıldayarsan. Huvə əzhəkə və əbkə. Güldürən də odur, ağladan da odur. Bir mənası budur ki, dərin mənası budur ki, yəni bütün səbəblərin başında oturub öz yerində, bütün səbəblər də səbəbliyini ondan alır. Təkcə silsilənin başında dayanmayıb. Bütün səbəblər də səbəbliyini ondan alır. İznini ondan alır. Bu mənada hər şey ona qayıdır. Hər şey ona dönüş eləyir. Tovid əfali bu idi. Məsələn, Quranda ayə var, İzə məristu fəhuvə yəşfini. Elə ki, xəstələndim, şəfa verən odur. Amma bal ağrısının balından danışanda deyir, o balda şəfa var. Bəs şəfanı Allah verir. Nə oldu burada şəfa oldu? Deyir ki, şəfanı mən verirəm. Sonra deyir ki, balda şəfa var. İndi nə oldu? Bal verir, şəfanı Allah verir. Müstəqil o verir. İznili orada da şəfa var. Yəni Allahın lütfü ilə orada da bir şəfa var. Yəni bir övliyanın duasında da bir şəfa var. Övliyanın nəzərində də şəfa ola bilər. O saat müşrik çıxartma qarşı tərəfi.